Aprel 21-i səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Dağlıq ərazidə qar yağır. Yağın qarın hündürlüyü Şaxdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Xınalı Qusarda isə 1 sm-dir. Düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 59 mm-dək, əksər rayonlarda isə 20 mm-dək qeydə alınmışdır. Müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında bugün günün ikinci yarısındək davam edəcək. Axşam saatlarının tədricən kəsiləcək. Bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı olunur. 21-i axşam saatlarında yağıntılar tədricən kəsiləcək. Aprel 22-sində Bakıda və Abşeron yarımadasında eyni zamanda bölgələrdə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək.